Salam dəyərli izləyicilər. Bir neçə dəfə hekayə, story bölməsində sizlərlə bölüşdüyüm kimi bu gündən yeni bir layihə ilə qarşınızdayıq. Və layihəmizin belə deyək ki, ilk buraxılışı üçün istədim ki, sizlərlə bir yerdə edək bunu. Bunu da necə deyə bilərdim? Story-də bölüşdüm. Nə suallarınız varsa buyurub verə bilərsiniz ki, mən bu gün onları cavablayacağam. Spoiler kimi sizə bildirim ki, artıq bundan sonra bu yeni layihəmizdə məni tək görməyəcəksiniz. Bu buraxılışda hələ ki biz bizəyik, sizlər və mən. Siz story bölməsində, hekayə bölməsində bəzi suallarınızı yazdınız. Biz birinci sizin suallarınızı cavablayaraq başlamaq istəyirik. Hər buraxılışımızda sizi maraqlandıran fərqli sualları qısa da olsa biraz açıqlamağa çalışacağıq. Çünki əvvəlcədən qeyd edeyim ki, biz bilir insan deyilik, müəyyənləşdirən insan da biz deyilik. Biz özümüzə məxsus şəkildə sizin suallarınızı cavablandırmağa çalışacağıq. Və elə hekayə bölməmizdə paylaşdığımız suallardan biri də bu sayədə idi ki, Pərvanə Hadar adlı bir izləyicimiz belə bir sual verib ki, storydə bir dəfə dediniz ki, layihənin adını dəqiqləşdirib deyəcəm. Dəqiqləşdirdinizmi? Bəli, paylaşmışdım ki, yeni bir layihəmiz var. Layihəyə ad fikirləşəndə bir neçə ad ağlıma gəldi. Komanda olaraq düşündük. 2-3 variant arasında qalmış. Başqası yox, burada biz bizəyik. Ona görə sizlə bölüşə bilərəm deyə düşünürəm. Deməli, biz əvvəlcə düşündük ki, məncə olsun verilişin adı. Belə deyək ki, veriliş formatında olan videolarımızda hər kəs öz fikrini cavablayacaq və bundan sonraki qonaqlarımız da onlara görə olan fikir cavablandıracağına görə məncə adlandırmaq istədik. Başqa bir neçə kreativ yollar var idi ki, onda qaldığım 2 yoldan biri idi. Məncə və deyir ki. Deyir ki, son nəticə olaraq bu qərara gəldik. Çünki deyir ki, yəni qonaq deyir ki, mən deyirəm, yəni bu adam deyir ki, və bizə görə, bizcə, məncə, elə bu da bizim ikinci adımız olsun, məncə, bizcə. Yekun qərar olaraq deyir ki, qoyduq. Ümidvaram bəyəndiniz. Növbəti sualımız Şölə Əhədovadan gəlibdir. Kurikuluma necə başladınız? Magistr oxumağa ehtiyac vardı. İlk yolunuz nə oldu bu sahə üçün? Belə deyim ki, mən ixtisas olaraq filologiya ixtisasını bitirdim. İxtisasımı sevirdim. Tarix, ədəbiyyatı daha çox sevirdim. Universitetdə biz şanslı tələbələrdən idik ki, ilk universitetdə kurikulum fənni deyə bir fənn tədris olunmağa başladı, bir semestr. Açığı həmin vaxtı fənn fərqli gəlirdi mənə. Fənn fərqli də gəlsə, o fənnin içəriğinə baş vuracağımı bu qədər düşünmürdüm. Bəzi sözlər qəribə gəlirdi. Təhsildə belə sözlər var və mən əslində universitet bitirmişəm və təhsillə biraz yaxından maraqlanan insanam. Sözlər qəribə gəldi. O sözlərin mənası nəyə görə budur, nəyə görə bu yeniliklər və s. deyə araşdırarkən özümü bu işin içində gördüm. Və iş orasıdır ki, mən özüm kurikulum hazırlaşıb MİQ-ə imtahan verdiyim bir dövrdə bir yaxın qohumum bəzi səbəblərdən hazırlığa qoşula bilmirdi. Körpə uşağı və s. səbəblər var idi. Və mən öyrənib gedib ona öyrədirdim. Şəkildə öyrəndi, getdi yazdı. Sonra sertifikasiya da məndən hazırlaşdı və s. Öyrənirdi, öyrətmə tərzimi də bəyənirdi. Yalan yox. İlk müdavimim də həmin qohumum olubdu. İlk mənə təkan verən insanlardan da biri oldu ki, sən yaxşı izah eləyirsən. Fikirləşdim ki, Azərbaycan dilini, ədəbiyyatı, tarixi və s. mən yaxşı izah eləyirəm. Amma bu yenilikdir, bunu hamı bilmir. Mən biraz yeniliyə açıq adamam, yeniliyi axtaran, fərqli axtaran insanam. Sadəcə kurikulum təlimçisi olmaq üçün təbii ki, bizim də təlimçinin təlimi deyə payız vaxtından başlatdığımız 2 ay əhatə edən bir kursumuz var. Bunu sosial şəbəkələrdə paylaşmışıq, maraqlana bilərsiniz. Səbəb nəticəni sevməyən insanlar tarixi oxumamalıdır. Məntiqi təfəkkürünü inkişaf elətdirməyə yönəliyi olmayan insanlar, riyaziyyat yönümlü olmamalıdır dediyimiz kimi, yeniliyə, fərqliliyə açıq olmayan insanlar da məncə kurikulumdan uzaq durmalıdır deyə düşünürəm. Yox, yeniliyə və s. əgər açıqsınızsa, fərqlilik sizin üçün maraqlı gəlirsə, hər bir şeyin fərqli yolunu axtarmağa, hər bir şeyi fərqli yolla özünüzə məxsus tərzdə izah eləməyi sevirsinizsə, niyə də kurikulum təlimçisi olmayasınız? Belə keçək növbəti sualımıza. İbrahim adlı bir izləyicimiz yazıb ki, bu ilki imtahanlarda dil ədəbiyyat ixtisası üçün gözləntiniz nədir? Mənə görə MİQ 2025-də dil ədəbiyyat ixtisasını kəsmək üçün aparılan imtahanlardan biri idi. İxtisasım dil ədəbiyyatdır. Mən məktəbdə də işləmişəm, ərizə yazıb məktəbdən çıxanda və s. Bunun biraz real danışmalıyıq. Hansı ki, 3-4 il bundan əvvəl riyaziyyatçıların aspektindən düşünürdüm ki, riyaziyyatçıların hesablaması bu vaxt baxımından uyğun deyil ki, sonra deyildi ki, vaxt uzanacaq və histologiya sistemində belə bir şey var ki, hər testdəki hərfə kimi fikirləşilir və bunlar verilmiş vaxta uyğun olur. Bu riyaziyyatçılar üçün düşünürdüm ki, ədalətli deyildi. Həmin dövr üçün, çünki bu fikri dəfələrlə səsləndirmişəm tələbələrimin yanında da. Amma sonra riyaziyyatçılar üçün bu ədalət bərqərar olundu. Bu ədalətin bu ildən dil ədəbiyyat ixtisası üçün də bərqərar olunacağını düşünmək istəyirəm. Bəlkə növbəti bölümlərimizdə biz elə bir dənə dil ədəbiyyat təlimçimizi dəvət eləyək, onunla bu mövzunu müzakirə eləyək deyə düşünürəm.
Mənim ixtisasım dil ədəbiyyat olsa da, o sahəni dondurub kənara qoymuşam. Mən kurikulum təlimçisi olaraq fəaliyyətimə davam elədiyimə görə düşünürəm ki, növbəti qonaqlarımızdan biri dil ədəbiyyat təlimçisi olar və biz bu mövzunu müzakirə eləyərik və bu sualla bərabər dil ədəbiyyat ixtisası üzrə olan bir neçə suallarınızı cavablandırmış olarıq. Amma İbrahim bəyin bu sualını da açıqlamaq üçün bunu demək istəyirəm ki, yüksək bal toplayanlar da o balı durduq yerdə toplamır. Burada yüksək bal toplayan mən hər il bütün müdavimlərimə deyirəm. Ciddi bir imtahanda yüksək bal toplayan heç kəs sizdən daha savadlı deyildir. Sadəcə düzgün strategiya, dəqiq hədəf və düzgün planlı şəkildə hazır. Növbəti sualımız Əfsanə Namiq adlı bir izləyicimizdir ki, deyir, sizcə MİQ və sertifikasiya imtahanlarından başqa hansı fən olmalıdır? Kurikulumdan başqa. İkinci MİQ və sertifikasiya imtahanlarına düşən fənlər üzrə soruşur. Kurikulum yeni gələndə işə qəbul üzrə olan namizədlər, tələbələr, müdavimlər başa düşmürük. Dövlət özü diplom verir və özü öz diplomunu tanımırmı imtahan olmalıdır. Hər kəs müəllimlik ixtisasını bitirir. Amma gəlin baxaq görək. O diplomu əldə edəndən sonra hər kəs sinfə girib düzgün şəkildə dərs keçirmir və bu dövrdə, niyə bu dövr deyirəm? Bu dövr çətin dövr deyil. Əksinə bir çox şeyin asan şəkildə əldə oluna biləcəyi bir dövrkən. Yəni hədəf budur. Universitetə gireyim, universitet bitirim, diplom olsun, işə girim. Hədəf bu olmalı deyil. Davamlı şəkildə özünü inkişaf olmalıdır və buna görə də düşünürəm ki, mütləq şəkildə işə qəbul imtahanları, hər sahə üzrə işə qəbul imtahanları var. Müəllimlər üçün də 2019-un qəbulu daxil olmaqla məntiq fənnindən də suallar düşürdü. 40 ixtisas, 10 kurikulum, 10 məntiq idi. Öyrədirdik ki, kurikulum əzbərçilikdən qaçmaqdır, bilik deyil, bacarıq formalaşdırmalıyıq. Suallar əzbərçilik, əzbərçi şəkildə düşürdü. Bunu gəlin açıq şəkildə etiraf edirik. 2020-ci ilin fevral ayında biraz mən tarixləri və sairəni dəqiq şəkildə yadımda saxlayıram. Bunu məni tanıyan tələbələrim, müdavimlərim də, məni tanıyan digər şəxsi həyatımdakı insanlar da bilir ki, mənim yadımda saxladığım bir şeyi dəqiqliklə yadda saxlayıram. Bir yaxın dostum da məntiq kitablarını çıxartdı. Satışa yeni qoymuşdu ki, məntiq MİQ imtahanından çıxarıldı. Çox sevindiyim, düzdür, namizədlər buna çox da sevmədi, amma mənim çox sevindiyim bir şey oldu ki, istər ixtisas, istərsə də kurikulum sualları məntiq üzərindən quruldu. Yəni siz orada imtahanda tutaq ki, siz ibtidai sinif müəllimisiniz, Azərbaycan dilindən siz imtahanda test işləyirsiniz. O test işləmək üçün Azərbaycan dili biliyiniz kifayət etmir. Hər kəs ixtisasını bitirib, hər kəs ixtisasını mükəmməl şəkildə bilirsə, orta şəkildə də bilə bilər. Bu problem deyil, amma orta şəkildə girib orta bal toplaya bilirmi? 60-70 bal xeyr. Niyə? Çünki orada işləyəndə həm sizə metodiki savad lazımdır ki, mən bunu necə tədris edəcəm, həm də orada sizə məntiq biraz lazımdır ki, o testi cavablandıra biləsiniz. Mənim fikrimə gəlincə, sistem çox gözəl qurulubdur. Təbii ki, hər işin bir əmması və sairəsi olur. Şəffaflıq da açıq şəkildə deyək, 100% olmasa da 90% şəklindədir şəffaflıq. Bu çox sevindirici bir haldır. Çünki MİQ imtahanları yeni keçirilir və 90% şəffaflıq məncə yaxşı bir nəticədir deyə düşünürəm. Elə düşünürəm ki, ixtisas metodika kifayətdir. Başqa hansısa fən, dünya görüşü və s. lazımdır. Amma bu da müsahibə mərhələsində soruşulur deyə test üçün düşünürəm ki, elə ixtisas biliyi və metodiki biliklər kifayətdir. Metodiki biliklər üçün də nəyin əzbərlənməsi deyil. Yəni sinifdə davranış qaydalarıdır, sinfin idarə edilməsidir, şagird psixologiyasıdır, şagirdin inkişaf etdirilməsidir, şagirdin düzgün şəkildə qiymətləndirilməsidir, müəllimin dərsi düzgün şəkildə qura bilməsidir. Gördüyünüz kimi illərdir ki, imtahanda bu mövzuda suallar düşür. Yəni müəllimdən sadəcə soruşulur. Yəni belə bir situasiya rastlaşsan, necə davranarsan, o testi cavablamalıdır ki, namizəd testin cavabı doğru olduğu şəkildə balı da yüksək olsun. Düşünürəm ki, başqa bir fənə ehtiyac yoxdur. Hümmətzadə adlı bir izləyici yazıb ki, bu qədər inamlı olmağınızın qaynağı nədədir? MİQ vaxtı sizin şübhəsiz inamınız. İnam dediyim, yəni müdavimlərimə adətən mən falçı deyiləm. Konkret bir rəqəm deməsəm də, hansı bal aralığında nəticə toplayacağımı deyirəm. Hümmətzadə bizim öz tələbəmiz idi keçən il. Keçdiyim dərsləri bilirəm, keçdiyim təlimləri bilirəm. Və bu təlimlərdə necə ki, abituriyent vaxtı müəllimlər Azərbaycan dilindən səndən 20+ gözləyirəm və tələbə gəlib 23-24 düz yazırdı. Müəllimin gözləntisi doğrulurdu. Bu işini bilməkdir. Bu biraz egoist şəkildə səslənə bilər cümlə, amma səslənsin də, bunu açıq şəkildə deyirəm. Düzgün şəkildə qura bilməkdir. İşlədə bilərik, milyard dənə test işlədə bilərik. Amma lazımlı testlər işlədilməlidir. Yəni adətən paylaşılır ki, tutaq ki, 10.000 testin işlənilməsi. Sadəcə bu dəqiqə, yəni kamera çəkən yaxınlaşıb çəksə, biz burada bir testlər failinə girsəmiz, testlərin sayını görsəniz, yəni belə deyim ki, özünüz şok olarsınız ki, bu qədər test hardandır. Amma o testin hamısı müdavimə işlədilməməlidir deyə düşünürəm. Həm işin içində dolaşıq qalır, həm müdavimə nə lazımdır? Namizədə hansı suallar lazımdır? Hansı suallar, hansı formada işlənib, hansı formada izah olunmalıdır ki,
MİQ imtahanına girəndə, kompüterə baxanda müdavim həyatının şokunu yaşamasın. Bu suallar işlədilməlidir deyə düşünürəm və inamlı olmamın səbəbi buydu ki, imtahan yönəlik. Müəllimlərim də bunu yerinə yetirdiyinə görə mən də bilirəm ki, nəticə bu olacaq. Şükürlər olsun ki, illərdir qoyduğum hədəfin də üstündə bir nəticə göstəririk. Müdavimlərimlə bir yerdə. Bunu tək başıma eləmirəm təbii ki. Mənim reklamım mənim nəticələrimdir. Mənim reklamım mənim müdavimlərimdir. Mənim reklamım göstərdiyim nəticədir. Sayt çoxluğu deyil, nəticə çoxluğu. Yəni kəmiyyət deyil, keyfiyyət. İnamlı olmamın səbəbi də elə budur. Sonra keçək. Nigar Talib adlı bir izləyicimiz yazıb ki, sizcə məktəblərdə süni intellekt fənni keçiriləcəkmi? Məncə keçirilməlidir. Hazırki dövr elə bir dövrdəyik ki, bayaq dediyim kimi dövr dəyişir, cəmiyyət dəyişir, insanlar dəyişir. Tələb var artıq. Buna tələb var. İnformatika fənninin tərkibindən mi keçirilər, yoxsa bir fən kimi keçirilər düşünmürəm, amma düşünürəm ki, ən gec 1-2 ilə bu məktəbdə tədris edilməli olan bir istiqamətdir. Müasir dövrün tələblərini nəzərə alaraq məktəblərdə süni intellekt fənninin tədrisi zəruri istiqamətlərdən biridir. Çünki bu gün texnologiya həyatımızın bütün sahələrinə çox güclü şəkildə inteqrasiya eləyir və şagirdlərimiz bunun sadəcə istifadəçisi halına düşməməlidir. Eyni zamanda süni intellekt üzrə ilkin biliklərin məktəbdə verilməsi də düşünürəm ki, şagirdlərimizin analitik düşünmə, problem həll etmə və rəqəmsal savadlılıq bacarıqlarının inkişafı üçün ümdə məsələlərdən biridir. Gələcəyin peşələri artıq formalaşmağa başlayıbdır. Şagirdləri sabahın dünyasına hazırlamaq üçün düşünürəm ki, ən gec 1-2 il ərzində məktəbdə də tədris olunmalıdır, universitetlərdə və s. də artıq süni intellekt fənni tədris olunmalıdır. Süni intellekt fənninin məktəblərdə tədris olması gələcəyə atılmış, düşünülmüş və strateji bir addım olar. Bu yeni layihəmizin 1-ci bölümü idi. Fərqli formatlarda, fərqli şəkillərdə hər zaman qarşınızda olacaq. Fərqliliyə, yeniliyə açıq olun. Sizi də çox yormaq istəmirəm. Bu günlük bu qədər. Səsim qulağınızda, düşüncəm qəlbinizdə qalsın. Buraxılışımız burada bitir, amma biz düşünməyə davam edək. Biz fərqli yollar axtarmağa davam edək. Biz müsbətə kökləməyə davam edək. Diqqətiniz üçün minnətdaram. Hələlik.